Salam, hər vaxtınız xeyir olsun. Biz bu videoda konvergen sərhəd haqqında danışacağıq. Konvergen sərhəd nədir? Litosfer tavaların yaxınlaşması və yaxud toqquşması deməkdir. Konvergen sərhədin iki tipi var. Kolliziya və subduksiyadır. Biz ilk öncə kolliziya haqqında məlumat verək. İki materik tipli tavaların bir-birlə toqquşması kolliziya adlanır. Qısa düstur olaraq materik plus materik bərabərdir kolliziya. Kolliziyada formalaşan relyef formaları Atlas dağları, Krit, Kipr, Siciliya, Kardinya, Korsika, Balear adalarıdır. Və videoda gördüyünüz kimi materik tipli okean tavası ilə materik tipli okean tavasının toqquşması əks olunmuşdur. Subduksiya isə okean və materik tipli iki litosfer tavalarının bir-birlə toqquşması subduksiya adlanır. Qısa düstur okean plus materik bərabərdir subduksiya. Subduksiyada formalaşan relyef formaları Ant dağları, Çili, Peru, bu Naska və Cənubi Amerika litosfer tavalarının sərhədində yerləşir. Aleut adaları isə Sakit okean və Şimali Amerika litosfer tavalarının sərhədində yerləşir. Videoda əks olunmuş hərəkətdə görürük ki, okean və materik tipli litosfer tavalarının toqquşmasıdır. Okean tipli litosfer tavası